gecə yol polis əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər. Neftçilər prospektində yol hərəkət qaydasını pozan Hyundai markalı avtomobilin xanım sürücüsünə polis əməkdaşları saxla əmri versələr də o hərəkəti davam etdirib. Yaradılan süni tıxac nəticəsindən sürücü saxlanılıb. Lakin o avtomobilin qapılarını bağlayaraq sənədlərini polis əməkdaşına təqdim etməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O 2 ay əvvəl yol nəqliyyat hadisəsi törədərək ərazidən qaçdığı və banka borcu olduğu üçün axtarışa verilib. Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışandan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya tabe olmadığı üçün əraziyə əməliyyat qrupu dəvət olunub. O, avtomobildən düşmədiyi üçün əraziyə evakuator çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib. Bayraq meydanı istiqamətində tərəfimizdən saxlama işarəsi verilib. Sürücü saxlamayıb. 2 dənə patrul avtomaşın köməkliyi ilə Azneft dairəsində saxlatmışıq. 1 saatdan artıqdır sürücü qapıları bağlı vəziyyətdə. Özü də etiraf verir ki, bəli, içkiliyəm, yaxşı eləmişəm, tabe olmuram, nə bilirsiniz eləyin. Mən sənəd verməyəcəm sizə. Qapıları da görürsünüz də özünüzlə 1 saatdan çoxdur, biz dayanıb tabe olmuruq. Avtomobil cərimə meydançasına aparılıb, araşdırmalar davam edir. Kübra Bayramova, Cabir Məmmədov, Səs TV.